Salam, hörmətli müəllimlər. Bu videoda 30 may 2025-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keçirilən sınağın izahına baxacağıq. Qeyd edim ki, bu informatika fənninin sınağın izahıdır. Digər fənlərində sınaq izahlarının hər birinin kurikulum hissəsini çəkib YouTube kanalına yerləşdirmişəm. Digər izahlara da baxa bilərsiniz. Həmçinin də bu izahların üzərində müəyyən xırda yeniliklər də var. Hər biri fənnin üzərində həmin yenilikləri qeyd etmişəm. Həmçinin də indi informatika sınağının izahına başlayaq. Burada da müəyyən yeniliklər var, onları da qeyd edəcəyik. Burada həm sınavın izahına baxacağıq bir yerdə, həmçinin də videonu saxlayaraq müəyyən qeydləri götürə bilərsiniz. Deməli, 51-ci sualdan başlayaq. Müəllim dərsdə verilənlərin təqdimatı və vizuallaşdırılması, yəni xüsusi olanlar özüm üçün qeyd edək, görə şərtdə nəyi soruşurlar. Təqdimatı və vizuallaşdırılması mövzusunu izah etdikdən sonra şagirdlərə belə bir tapşırıq verirəm. Məlumatların vizual təqdimatı ilə bağlı bir layihə hazırlayın. İstəsəz Excel-də və yaxud da Google Sheets-də diaqram qurun. Ya cədvəl qurmalıdırlar. Diaqram da qura bilərlər. Daha sonra Canva ilə də infoqrafiya hazırlayın. Təqdimat da hazırlaya bilərlər. Məsəl üçün, baxın, şərtdə yazılıb. PowerPoint-da, Google Slide-da, yəni slaydlar yaradın. Bununla bağlı qısa videolar hazırlayın. Yəni, şagirdlər həm diaqram qururlar, həm videolar hazırlayırlar və s. Video çarx hazırlayın. Tapşırığın formasını siz seçin, deyir. Mən şagirdlərə bir neçə seçim imkanı vermişim. Deyirəm, istəyirsiniz Canva-da eləyin, istəyirsiniz Excel-də eləyin, istəyirsiniz Google Slides-da eləyin və s. Yəni, şagirdlər çoxlu seçim imkanı vermişəm və sualın şərtinin də sonluğuna baxsaq, tapşırığın formasını siz seçin. Müəllim belə deyir şagirdlərə. Müəllimin tapşırığı bu cür verməsinin əsas məqsədi nədir? Gəlin variantlara baxaq. Müəllim istəyir ki, şagirdlər yalnız diaqramlarla işləməyi öyrənsin. Yəni, şagirdlər yalnız, burada yalnız diaqramdan söhbət getmir, burada diaqramdan söhbət gedir, slayddan söhbət gedir, videodan söhbət gedir. Yəni, sırf demədim ki, şagirdlər hamımız diaqram hazırlamaq, ona görə bu variant yanlışdır, götürmürük. B-yə baxaq. Müəllim bu yanaşma ilə şagirdlərin təqdimat proqramında texniki biliklərini, sizcə baxın, mən dərsi oxuyanda oxudum, bu məndə bilik formalaşdı. Artıq mən onu tətbiq eləyəndə o bilik olur, yoxsa bacarıq olur? Təbii ki, bəli, o artıq bacarığa çevrilir. Baxın, müəllim də burada şagirdlərə deyir də, proqrama daxil olun, slayd düzəldin, video düzəldin, diaqram Excel-ə daxil olun. Biz Excel-ilə bağlı nəzəri bilikləri bilirik. İndi müəllim bizə deyir ki, Excel-ə daxil olun, orada cədvəl qurun. İndi mən biliklərimi həyata keçirəndə artıq o bilik kimi qalır, yoxsa artıq bacarığa çevrilir. Təbii ki, o bilik olmaqdan çıxır, hara keçir? Bacarığa çevrilir. Yəni, müəllim şagirdlərə texniki bilikləri yox, bacarıqları inkişaf etdirmək üçün, yəni müəllim şagirdlərdə bacarıqları formalaşdırmaq üçün verib bunu. Bilik yox, bacarıq olub artıq. Tətbiq edəndə bacarıq olur. Ona görə B variantını götürmürük. Daha sonra C-yə baxırıq. Müəllimin məqsədi dərsdə əyləncəli və rahat bir təqdimat atmosferi yaratmaqdır. Müəllim şagirdlərə əyləncə, yəni formalaşdırmağa xidmət etmir. Müəllim şagirdlərə seçim imkanı verir, diaqram, slayd, video qurmaq bacarıqlarını inkişaf elətdirir. Əyləncə məqsədi ilə verməmişəm şagirdlərimə. Ona görə C variantında çıxırıq. Müəllim bu tapşırıqla şagirdlərin hansı üsulla daha yaxşı öyrəndiklərini müəyyənləşdirmək istəyir. Müəllim şagirdlərə burada seçim imkanı verdimi? Bəli. Baxın, burada yazılıb ki, tapşırığın formasını deyir, siz seçin. Slaydla, diaqramla, videoyla, necə istəsəz hazırlayın. Yəni, müəllim də bunu verib baxmaq istəyir ki, şagirdlər hansı üsulla daha yaxşı öyrənirlər. Yəni, onu müəyyənləşdirmə məqsədilə fərqli seçim imkanları vermişəm. Ona görə düzgün cavabımız oldu. 51-ci sualda D variantı. D variantımız ürək kimi oldu. D variantı. Daha sonra Y-yə də baxaq. Müəllim təqdimatın formasını şagirdlərin öhdəsinə buraxmaqla öz iş yükünü azaltmaq, onların müstəqil çalışma... Müəllim öz yükünü azaldıb uşaqların üzərinə, yəni yük yükləmədim axı mən burada. Mən əslində istəyirəm ki, görüm şagirdlər hansı formada işləyəndə, hansı cür işləyəndə daha yaxşı öyrənirlər. Yəni, məqsədim öz yükümü azaltmaq deyil də axı. Məqsədim şagirdləri daha yaxşı hansı cür öyrəndiyini müəyyənləşdirməkdir. Ona görə bu variantı da çıxdıq. Düzgün cavabımız oldu D variantı. 52-ci suala baxırıq. Ən mübahisəli suallardan biri 52-ci sualda, bunu xüsusən qeyd edirəm. Deməli, baxırıq 52-ci sualı. Hətta 52-ci sualı dinləyə-dinləyə zəhmət olmasa özünüz üçün müəyyən bir qısa qeyd də götürə bilərsiniz.
İndi tapşırıq belədir. Aşağıdakı problemi proqramlaşdıraraq həll edin. İndi bu informatika müəllimlərinin sualıdır. Fərqi yoxdur. Hər birimiz bunu yaza bilərik. Yəni əsas bizə taksonomiyasını tapmaqdır. İki nöqtə arasında, tutaq ki, iki nöqtə arasında olan məsafəni hesablamalıyıq və Pifaqor teoremindən istifadə etməliyik. Yəni özləri qeyd edib ki, bu teoremdən, bu düsturdan istifadə edərək belə bir proqram hazırlayın. Nöqtələrin koordinatlarını da veriblər bizə. Proqram istifadəçiləri D ədədi üçün giriş qəbul etməli, məsafəni onluq kəsir şəklində çıxışda göstərməlidir. Elə də sualın şərtini oxuyuruq ki, güya sualın şərtini başa düşdük. Yəni bu informatika müəllimləri tam aydın olacaqdır. İnformatika müəllimləri, yəni söhbət nədən gedir? Digər ixtisas müəllimlərdə fərq yoxdur. Sualın şərtini oxuduq. Deyir ki, yəni Pifaqor teoremindən istifadə edərək, baxın, burada da qeyd olunub hətta. Təzədən burada yazıblar ki, Pifaqor teoremindən istifadə edərək bunu yazın deyir. Misal veriblər, indi biz onu həll eləməliyik. Baxın, sualın şərtinin sonluğu burada nəticədə print vasitəsilə onluq kəsir kimi çap olunmalıdır və s. İndi bizə tapşırıq veriblər və hətta belə yadda saxlaya bilərsiniz ki, baxın, burada qeyd edirəm. Düsturdan istifadə edərək misal həll etmək, hesablamaq görsək, yəni düsturumuz var. Yəni harda var? Sualın şərtində yazılıb Pifaqor teoremindən nədənsə, yəni Pifaqor teoremindən istifadə eləyərək, trapesiyanın sahə düsturundan istifadə eləyərək və yaxud da hər hansı bir düsturdan istifadə eləyərək əgər biz misalı həll eləyib hesablayırıqsa, bu yeniliyə əsasən bu sualın cavabını nə götürəcəyik? Anlamaq götürəcəyik. Yəni düstur varsa, həmin düsturdan istifadə eləyərək sualın şərtində də baxın dəfələrlə vurğulayıblar. Pifaqor teoremindən istifadə etməklə, ikinci dəfə bir də vurğulayıblar. Baxın, burada Pifaqor teoremindən istifadə etməklə, yəni 2-3 dəfə vurğulayıblar ki, düsturdan istifadə edərək. Misal üçün, müxtəsər vurma, sabah indi riyaziyyat müəllimləri üçün MİQ imtahanında və yaxud da sertifikasiya müəllimləri üçün təzədən informatikada və s. Yəni, düsturdan istifadə eləyərək misalı həll eləyirsinizsə, hesablayırsınızsa, sualın cavabını nə götürəcəyik? Bəli, sualın cavabını götürəcəyik anlamaq. Əgər düstur yoxdursa, düstursuz, yəni həll edib hesablayıramsa özüm üçün. Yəni sualın şərtində hər hansı bir düsturdan istifadə edərək sözü yoxdur. Yoxdursa, o zaman tətbiq etmək götürə bilərsiniz. Misal üçün, belə bir nümunədir. Misal üçün, biologiya müəllimləri üçün. Bakteriyaların çoxalmasına aid bir düstur var da, n bərabərdir 2 üstü n və s. Deyir, həmin düsturdan istifadə eləyərək hesablayın ki, bir saatda bakteriyalar nə qədər çoxalır. Bunun, yəni bu sualın cavabını hansı mərhələ götürəcəyik? Bəli, bu sualın cavabını anlamaq götürəcək. Çünki bakteriyanın çoxalmasının düsturundan istifadə edərək deyir. Yəni bu düsturdan istifadə edərək siz bunu hesablayırsınızsa, o olur anlamaq mərhələsi. Amma düstursuz mən evdə nəyisə bir növ öyrəndiklərimi həyata keçirirəm, tətbiq edirəm, amma düstursuz edirəm bunu. O zaman tətbiq etmək mərhələsi götürə bilərsiniz. Ən rahat yolunu deyirəm də, yəni siz üçün daha rahat tapasınız. Trapesiyanın sahə düsturundan istifadə edərək, çevrənin radiusu düsturundan istifadə edərək, Pifaqor teoremindən istifadə edərək, hər hansı bir düsturdan istifadə edərək sözünü görsə, cavabını nə götürəcəyik? Bundan sonra anlamaq mərhələsi götürəcəyik. Ona görə 52-də düzgün cavab oldu C variantı. Daha sonra 53-cü suala baxırıq. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Gəlin səhv olanı axtarmalıyıq. Formativ qiymətləndirmə şagirdin öyrənmə prosesini izləmək. Bundan öncəki fənlərin sınaqlarında da izah eləmişdim. İzləmək, irəliləmək, şagirdi olduğu yerdən olmalı olduğu yerə aparan, gələcəyə yönəlik olan qiymətləndirmə hansı idi? Bəli, formativ qiymətləndirmə. Xüsusiyyətləri həmçinin gəlin bir yerdə təkrarlayaq. Bu formativə aiddir, bu düzdür, yəni götürmürük. Bizə səhv cavab lazımdır. Refleksiyada şagirdin öz öyrənmə prosesi, refleksiya edirəm də özüm bir şagird olaraq yoxlayıram və məsuliyyəti müəllimlə də bölüşmək üçün əsas vasitədir. Bir sıra refleksiya üsulları var da, müzakirə, müsahibə, sorğu, nə bilim, çıxış bileti, cümlə kökləri, şəxsi jurnallar və s. Yəni müəllim bizlə sual verəndə və yaxud da öz yazdığım jurnal, mən bu həftə nələri öyrəndim, özüm üçün qeyd edirəm. Onu istəsəm müəllimlə də bölüşə bilərəm. Yəni müəllim də görür ki, biz nəyi bilirik, nəyi bilmirik. Yəni biz müəllimlə bölüşə bilərikmi? Ayrıca müəllim bizə sual verəndə, bizi refleksiya eləyəndə
Sualı bilib bilmədiyi müəllim də bilir. Artıq onunla da bölüşmüş oluruq. Bu doğru fikirdir. Bizə yanlış cavab lazımdır. Deyir, məqsədli öyrənmə fəaliyyətləri yalnız dərsin sonunda tətbiq olunduqda effektiv nəticə olur. Niyə biz motivasiyada dərsin əvvəlində nəsə öyrənmirik, dərsin ancaq sonunda öyrənirikmi? Təbii ki, xeyr. Dərs prosesi elə öyrədicidir də. Motivasiyada da mən şagirdlərə bir sual verə bilərəm, öyrədici bir nümunə göstərə bilərəm və s. Yəni ancaq öyrənmə dərsin sonunda olur. Bu daha effektivdir yazılıb. Yanlış fikir. Ona görə düzgün cavabımız C-dir. Çünki bizdən yanlışa soruşurlar. Digər variantlara da baxaq. Əməkdaşlıq əsaslı tapşırıqlar şagirdlərin həm akademik, həm nailiyyətləri yüksəlir əməkdaşlıqla işləyəndə. Həmçinin də sosial bacarıqlar inkişaf eləyir. Sosial bacarıq nə deməkdir? Ünsiyyət, əməkdaşlıq, komanda ilə işləmək. Yəni biz əməkdaşlıq eləyiksə, bəli, həm akademik baxımından mənə yaxşıdır, həmçinin də sosial bacarıq inkişafı üçün yaxşıdır. Bu da doğru fikirdir. Fasilitasiya bacarığı, yəni kömək etmək, istiqamətləndirmə, uşağa yol göstərmək. Fasilitasiya bacarığı müəllimin şagirdlərə öz fikirlərini sərbəst ifadə etməsi, şərait yaratması nəzərdə tutulur. Bəli. Yəni müəllim bir növ qıraqda dayanır, şagirdləri istiqamətləndirir, şagirdlər sərbəst şəkildə. Yəni şagirdin yerinə müəllim cavab verirsə, o fasilitasiya bacarığı deyil. Amma baxın, Y variantında yazıb ki, şagirdlərə şərait yaradıram, onları cavablandırırsam. Bu da doğrudur. Deməli, C variantı yanlışdır, yerdə qalan hər bir fikir doğrudur. 54-cü suala baxaq. Alqoritmlər və ardıcıllıqlar mövzusunu keçirsiniz. Şagirdlər qruplarda sadə tapşırıq üzərində çalışırlar. Lakin qruplardan birinin çaşqınlıq içində olduğunu, yəni şagirdlər bir neçə qrupa bölünür, qruplardan biri çaşqınlıq içində olduğunu və irəliyə bilmədiyini görürsünüz. Onlar sakit oturublar və nə edəcəklərini bilmirlər. Halbuki digər qruplar tapşırıq üzərində rahatlıqla işləyirlər. Siz istəyirsiniz ki, bu qrupa cavabı birbaşa demədən onların özlərini düşünərək problemi həll etmələrinə yardım eləyəsiniz. Yəni, sualın şərtində deyir ki, şagirdlər qrupla işləyirlər, bütün qruplar rahatlıqla işləyirlər verdiyiniz tapşırığı, amma bir qrup çaşqınlıq içindədir və irəliyə bilmirlər. İndi siz onlara birbaşa cavabı demədən, yəni vəziyyəti necə aradan qaldıra bilərik? Baxın, sualın şərtində yazıb ki, verilənlərdən bu qrupun öyrənməsini araşdırmaq üçün təklifin ən effektiv yanaşma deyir, hansıdır? Yəni, ən effektiv yanaşmanı axtaraq. Onlara təlimatı yenidən diqqətlə oxumalarını tapşırırsınız və diqqətinizi başqa qrupa yönəldirsiniz. Bu, onların müstəqil işləmə bacarığını artırır və dərs planına uyğun irəliləməyə şərait yaradır. Onsuz da şagirddə yazıb da bu qruplardan biri çaşqınlığı içərisində və irəliyə bilmirlər. Uşaqlar təzədən oxuyun, təzədən yazın. Bu, yəni effektiv yol olmadı axı. Onsuz uşaqlar çaşqınlıq içindədir, bilmirlər necə yazsınlar, irəliyə bilmirlər. Ona görə təlimatı oxuyun, təzədən yazın deməklə, yəni vəziyyət düzəlməyəcək. Ona görə A-nı götürmürük. B-yə baxaq. Onlara məsələnin ilk bir neçə addımını izah edirsiniz, başlaya bilsinlər və geridə qalmasınlar. Bir növ şagirdlərə birbaşa cavabları verirəm və deyirəm, davam eləyin indi. İlk 3 dənə etapı misal üçün mən dedim, ardından siz davam eləyin, bu da düzgün deyil. Yəni mən şagirdlərə necə deyim, sövq etməliyim, həvəsləndirməliyim, özləri tanımalıdır. Amma baxın, C variantına baxın, yəni şagirdlərə yönləndirici suallar verirəm. Cavablarını diqqətlə dinləyirsiniz. Yəni, cavabı kim deyir? Şagirdlər deyir də. Cavablarını diqqətlə dinləyir və ehtiyac olarsa, bəli, köməklik göstərirəm. Elə ən doğru cavab budur. Yəni, şagirdlərə bir neçəsini izah eləm, indi siz ardın gətirin demirəm də. Yönləndirici suallar verirəm, cavabları onların ağzından alırıq və əgər nəsə ehtiyac olarsa, müəyyən köməkliklər də göstəririk. Ona görə düzgün cavabımız C variantıdır. Gəlin digərlərinə də baxaq. Başqa bir qrupdan güclü şagirdi göndərirəm ki, onlara tez köməklik edib, tapşırığı yerinə yetirmələrinə kömək etsin. Yəni, o şagirdin işə gücü qutarmayıb ki, gedib o biri qrupa. Çünki hər qrup özü ayrılıqda işləyir də. Başqa qrupdan şagirdi gəlib bu qrupa, uşağın öhdəliyi deyil axı. Başqa qrupdan gəlib onlara kömək eləsin ki, tapşırığı tez qutarsınlar. Bu, yəni problemin həll yolu deyil. Bütün sinifin fəaliyyətini dayandırırsınız. Mən bütün sinifin fəaliyyətini niyə dayandırmalıyam? Çünki bütün qruplar tapşırıq üzərində baxın şərtdə yazılır, rahatlıqla işləyirlər. Bir qrupdur da işləyə bilməyən. Bütün fəaliyyəti niyə dayandırmalıyam ki? Ona görə bu variant da yanlışdır. 54-də düzgün cavabımız oldu C variantı. 55-ə baxırıq. Müəllim şagirdə sualla müraciət edir.
Qrup işinin təqdim edərkən komanda üzvlərindən biri çox az danışır və öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Komanda lideri olaraq, indi sual verdiyim şagird komanda lideri olaraq bu vəziyyətdə necə yanaşarsınız deyə sual verirəm. Şagirdin hansı cavabı onun güclü ünsiyyət və dəstəkləyici yanaşmaya sahib olduğunu göstərir. İndi görək şagird komanda lideri olaraq necə davransa, həm güclü ünsiyyətin olduğunu göstərir, həm də dəstəkləyici. Dəstəkləyici nə deməkdir? Yəni sağlam ortam yaratmaq, dəstək göstərmək mənasında. İndi yeni variantlara baxaq. Şagird deyir, onun yerinə mən danışaram, vaxt itkisinə yol verməzdim. Biz qrup işində görürüksə, hər qrup üzvünün yəni öz payına, öz növbətinə düşən hissəsi var. Mən durub da onun yerinə danışdımsa, yəni belə bir şey olmur axı. Ona görə bu cavab yanlışdır. Bunu götürmürük. Komanda işində hamı işləməlidir. Mən kiminsə yerinə sualı cavablandırmalı deyiləm. Daha sonra B variantına baxırıq. Şagird deyir ki, ona təqdimatdan əvvəl hazır cavablar verərdim ki, sadəcə əzbərləsin. Bax, mən bu cavabları sənə verirəm, bundan başqa cavab vermə. Ancaq əzbərlə bunlarıdır. Burada yəni ünsiyyət, əməkdaşlıq, dəstəkləyici bir yanaşma olmadı. Çünki baxın, sualın şərti yazıb ki, qrup işini təqdim edək, komanda üzvlərinin biri çox az danışır, fikirlərini ifadə etməkdə çətinlik çəkir. Mən də hədə qorxub gəlirəm ki, tez ol, bunları əzbərlə, bunları cavablandırmalısan. Yəni komanda lideri olaraq belə bir şey eləməyim düzgün deyil. Şagird deyir ki, ona söz haqqı verərəm. Fikirlərini rahat ifadə etməsi üçün motivasiya edici və anlayışlı davranaram. Söz haqqı vermək ünsiyyətdir. Yəni uşaq danışır da, yəni belə baxanda. Deməli, həm ünsiyyət qabiliyyətidir, həmçində dəstəkləyici mühit. Yəni sinifdə sağlam psixoloji bir ortam var. Baxın, hətta uşaq indi sıxılmasın deyə motivasiya edici, anlayışlı da bir növ həvəsə gətirirəm ki, dəstəkləyici mühit yaranır. Sağlam ortam, sağlam psixoloji bir mühit yaradıram ki, qoy həm öz fikirlərini bildirsin, həmçində sıxılmasın, yəni çətinlik çəkməsin. Elə düzgün cavabımız C variantıdır. Gəlin digər variantlara da baxaq. D-yə baxaq. Deyir ki, şagird təqdimatı onun yerinə digər aktiv komanda üzvlərinə tapşırardım. Yəni bu uşağın işini deyirəm ki, sən onsuz zəifsən, otur aşağı, daha güclü, daha aktiv olan uşağı tapşırardı. Bu da düzgündür. Biz komanda ilə işləyiriksə, hər birimiz işləməliyik. Ona Y-yə də baxaq. Şagird deyir ki, ona sadəcə dinləyici kimi qalmağı təklif edərdim, özünü narahat hiss eləməməsini. Deyirəm, sən ən yaxşı sakit otur, çıxış eləmə. Biz komanda ilə işləyirsə, birgə işləməliyik, birgə əməkdaşlıq, ünsiyyət qurmalıyıq. Sən otur, sən danışa bilmirsən deməklə bu düzgün deyil, bu komanda işi deyil. Deməli, 55 düzgün cavabımız oldu C variantı. İndi baxırıq 56-cı suala. 56-cı sualda nə yazılıb? Yəni inteqrasiya sualını bu informatika fənni üzərində bir daha da təkrarlayaq. Deməli, deyir ki, siz 6-cı sinif olaraq bir informatika günü tədbiri keçirmək qərarına gəlmişsiniz. Təsəvvür edin ki, gəlmişsiniz. Yəni, bunlar tədbir keçirmirlər. Tədbir üçün sizə 150 manat büdcə ayrılıb. Siz ehtiyacları nəzərə alaraq büdcəni planlaşdırmalısınız. Xərcləri uyğun şəkildə elə tənzimləyin ki, ümumi xərc 150 manatdan çox olmasın. İndi biz hal-hazırda hansı fənni yazırıq? Hansı fənni sınavını işləyirik? İnformatikanın. Büdcəni hesablamaq 150 manatdan, yəni çox olmasın da, 150 manatı aşmasın məbləğ olaraq. Həll etmək, hesablamaq hansı fəndir? Riyaziyyat. Deməli, işlədiyimiz fənn informatikadır və büdcədən hesablayırıqsa bu inteqrasiya olaraq fənlər arası inteqrasiyadır. İndi imtahanda sürətli variant tapmağın yolları. Fənlər arası olmayan variantları çıxın. Fənlər arası burada yoxdur. Burada da yoxdur. Fənlər arası var 100%. Və bir də baxın, deyir, əgər fənlər arası vergül fənnüstü inteqrasiya götürmüsünüzsə bu sualda, burada fənnüstü inteqrasiya yoxdur. Fənnüstü inteqrasiya nə zaman olur? Əgər şagird özü tətbiq eləyərsə, mən ona bir tapşırıq kimi verirəm. O gedib özü tətbiq eləyərsə fənnüstü olur. Bir növ praktikada tətbiq eləməlidir. Amma baxın, bu sualda deyir ki, uşaqlar, 6-cı sinif olaraq bir informatika tədbir keçirmək qərarı almısınız. Təsəvvür edin, yəni belə bir şey eləmisiniz. Sizin 150 manat pulunuz var. İndi necə xərcləyirsiniz ki, 150 manatı aşmasın? Uşaq tətbiq elədi, tədbir keçirdimi? Xeyr, keçirmədi. Ona görə bu fənnüstü inteqrasiya deyil. Əgər desəydim ki, şagirdlərimə, deyirəm ki, gəlin həftənin 5-ci günü biz informatika günü və yaxud da siz siz informatika tədbir günü keçirməlisiniz. İndi hesablayın görək, mən sizə 150 manatlı pul da təqdim edirəm. İndi gələn həftənin 5-ci gününə qədər hesablayın büdcəni və həmin tədbiri keçirdin.
Əgər belə olsaydı sualın şərtində, hə, onda düz deyirsiniz. Onda fənn üstü vergül fənlər A variantını götürə bilərdiniz. Amma sualın şərtində elə bir şey yoxdur. Uşaqlar bir növ sadəcə beyinlərindən də hesablayacaqlar da ki, 150 manatdan çox olmasın və s. Bunu beyinlərində hesablayırlar. O zaman yəni fənn üstü inteqrasiya götürmürsünüz. Fənn üstü inteqrasiya bir növ mən onu tətbiq eləsəm, fənn üstü inteqrasiya götürəcəyik. Misal üçün müəllim bizə deyir ki, gələn həftə Novruz bayramı ilə bağlı bir tədbir keçirin. Təsəvvür edin keçirdirsiniz demirsə, demir müəllim. Deyir ki, gələn həftənin 2-ci günü Novruz bayramı ilə bağlı tədbir keçirdin. Nə bilim, sinifi hazırlayın, büdcəni hesablayın və s. Görə indi siz 150 manata çatdıracaqsınız ya yox. Yəni şagirdlər artıq gələn həftə 2-ci gününə qədər Novruz bayramına aid bir tədbir keçirdirlər. Sonra onun büdcəsini hesablayırlar, süfrə açırlar və s. Hə, o zaman deyə bilərik ki, bir növ öyrəndiklərini həyatda tətbiq eləsələr fənn üstü olur. Ümid edirəm ki, bu izahdan da sonra fənn üstü inteqrasiyanı qarışdırmayacaq. Digər fənlərin izahlarında da inteqrasiya məsələsinə xüsusən toxunmuşam. Demək, fənn üstü nə oldu? Həyatda tətbiq eləsəm fənn üstüdür. Amma mən onu beynimdə təsəvvür edirəm ki, mən bayram keçirdirəm. Yəni, beynimdə mən onu idrak edirəm. Yəni, beyin deyəndə idraki. Beynimdə edirəmsə, o fənn üstü inteqrasiya deyil. Fənn üstü tətbiq eləsəm fənn üstü olacaq. Ona görə sualın cavabı yalnız və yalnız nə olacaq? Bu bütün sertifikasiya sınaqlarında, yəni bu tipdə sual qoyulub. Deməli, sualımızın düzgün cavabı nə oldu? Yalnız fənlər arası D variantı. 57-ci suala baxırıq. 57-də yazılıb ki, siz 8-ci sinifdə dərs deyirsiniz. Son vaxtlar müşahidə edirsiniz ki, bəzi şagirdlər tapşırıqlardan qaçır. Özlərini yəni uşaqlar deyir ki, mən bunu bacarmaram, bu mənim üçün çətindir kimi ifadələrlə məhdudlaşır. Kimin nəzəriyyəsində demişdik ki, bu mənlik deyil, mən bunu bacarmıram, mən bir fəndi, riyazi fənnini bilirəm, tarix fənni mənlik deyil. Yəni belə düşünürdüksə, bizdə hansı düşüncə tərzi idi? Bəli, bizə qapalı düşüncə tərzinə aiddir. Yəni Karl Dweckdə keçmişdir düşüncə tərzi. Bu mənim üçün çətindir ifadələri məhdudlaşdırırlar. Siz bu vəziyyəti dəyişdirmək üçün, yəni uşaqların düşüncə tərzi qapalıdır da. İndi biz niyə uşaqların düşüncə tərzini açığa keçirdik? Onlarda özünə inanma, daxili motivasiyasını artırmaq istəyirsiniz. Aşağıdakı strategiyada hansının tətbiqi bu situasiyada ən məqsədə uyğunudur deyir. Yəni harda qəşəng fikir görsək onu götürməli deyilik. Ən məqsədə uyğun olan hansısa onu götürməliyik. İndi yeni variantlara baxaq. Şagirdlərə motivasiya edici videolar izləməyi tapşırmaq. Uşaqlar, gedin videoları izləyin. Motivasiya edici video YouTube-da yazın çıxacaq. Gedin izləyin. Bu şagirdlərin motivasiyasını artıracaqmı? Bəlkə heç gedib baxmadı şagirdlər. Ruh yüksəliyini təmin edir. Təbii ki, xeyr, eləməyəcək. Bəlkə uşaq heç baxmadı. Bunu uşaqlara tapşırıq kimi vermək, bu düzgün deyil də. Elə özüm motivasiyalarını artıraram da şagirdlərin. Bəlkə heç gedib baxmadılar. Yenə elə qapalı düşüncə olaraq qalacaqlar. Sonra B-yə baxırıq. Şagirdlərə uğur qazandıqları və yaxud da yaxşı işlədikləri halları xatırlamaq. Məsələn, ola bilər əvvəl mən riyaziyyatı yaxşı bilirdim və s. Onları müəllim şagirdlərə xatırladır. Mən də öz-özümə deyirəm ki, doğrudan mən əvvəl riyaziyyatı yaxşı bilirdim. Müxtəsər vurma diz. Bir növ özümə bir motivasiya gəldi də mənə. Onları bu cür hallar üzərində düşünməyə və özləri üçün özlərini güclü hiss etdiklərini anlamağa, əlaqələrə yönəldirsiniz də. Yəni deyirsiniz ki, yadınızdadır, o anlara yönəldirəm də uşaqları. Siz filan fəni yaxşı oxuyurdunuz, bunu eləyirdiniz. Uşaq özünü bir növ xatırlayırdı, deyir, düz deyir əslində müəllim. Niyə bacarmıram ki mən? Əvvəl oxuyurdum, şimdi niyə oxuya bilmirəm ki? Bir növ şagirdlərə bir daxili motivasiya gəldi də. Bir var deyim, uşaqlar, gedin YouTube-dan video yazın, motivasiya edici videolar. Nə çıxsa baxarsınız ona. Bununla şagirdlərin açıq düşüncə tərzinə keçmədilər. Amma B variantı çox müsbət fikirlərdir. Ona görə düzgün cavabımız elə B variantıdır. Gəlin digərlərinə də baxaq. Deməli, C-yə baxaq. Deyir, ən yaxşı nəticə göstərən şagirdin adlarını hər dərsdə elan etmək. Onların görürsünüz, Aygün nə qəşəng dərs danışır. Xalqın uşağıdır, siz də Aygün kimi olun. Bu sinifdə aqressiya halı yaradacaq, yersiz rəqabət olacaq. Uşaqlar bir-birinə qarşı, yəni görməyə gözləri olmayacaq da, uşağın adını nümunə gətirəndə həmişə. Sən də onun kimi ol, sən də bunun kimi ol demək düzgün deyil. Ona görə bunda çıxırıq. Dərs zamanı daha çox frontal suallarla iş aparmaq və cavab verən şagirdləri. Baxın, burada cavab verənləri tərifləyirəm də, digərləri qaldı. Frontal suallar deyəndə, yəni eyni anda bütün sinifə sual ünvanlayıram. Bir var fərdi sual, bir də var frontal sual. Frontal sual o deməkdir ki,
Yəni bu frontal sadəcə mənasını deyirəm ki, indi bu başqa ola bilər imtahanda və s. Frontal sözü termin olaraq mənası o deməkdir ki, yəni bütün sinifə, bütün kollektivə eyni bir sualı ünvanlayıram da, eyni anda bir sual verirəm. Misal üçün deyirəm ki, şagirdlərimə sual verirəm. Uşaqlar, deyə bilərsinizmi, canlılar neçə aləmə bölünür? Bu frontal sualdır. Bütün sinifə eyni anda bir sual verdim. Uşaqlar, deyə bilərsinizmi, canlılar neçə aləmə bölünür? Bu frontal sualdır. Bir də var adi bizim bildiyimiz fərdi sual. Aygün, deyə bilərsənmi, canlılar neçə aləmə bölünür? Yəni frontal sual bütün sinifə ünvanlanan sualdır. Fərdi suallar isə şagirdin birbaşına özünə ünvanladığı sualdır. Yəni bunda mənasını dedim ki, misal hardasa frontal sözünü termin olaraq görə bilərik. Daha sonra Y-yə də baxaq. Valideynlərlə şagirdin zəif sahələrini vurğulayan hesabat göndərmək və onlara əlavə nəzarət tələb eləmək. Şagirdin motivasiyası düşüb aşağı. Deyir, mən bacarmıram. Biz valideynə niyə hesabat göndəririk? Valideyni niyə, necə deyim, aqressiyanı üzərimizə gətiririk? Ona görə belə bir şeylər eləmirik. Çalışmalıyam ki, valideyn deyəcək, mən neyini motivasiyadan düşüb uşaq? Ürək dirək vermək, motivasiya vermək, uğurlarını vurğulamaq müəllimin işidir. Yəni valideynə niyə deyirəm ki, mən bunu? Ona görə düzgün cavabımız oldu 57-də B variantı. 58-ə baxırıq. Təsəvvür edin ki, məktəbiniz üçün yeni kompüter laboratoriyası qurmaq planlaşdırırsınız. Sizdən tələb olunur ki, lazımi avadanlıqları müəyyən edin. Kompüterdə printer, masa, stul və s. Onların qiymətlərini araşdırın. İndi gedin mağazalara. Kompüter necədir, printer, stul, masa və s. Və məktəbin ayrılmış büdcəsinə uyğun olaraq alqı-satqı planı hazırlayın. İndi öyrənmisiniz, zəhmət olmasa gedin indi mağazalara, printer mağazasına, ora-bura gedin, onların qiymətini müəyyənləşdirin və ona uyğun bir plan hazırlayın. İndi baxın, bayaqki sualda. Bayaq neçənci sual idi? Bu Pifaqor teoremi sualı olan. Yuxarılarda 52-ci. Baxın, burada deyir ki, Pifaqor teoremindən istifadə edərək həll eləyin, hesablayın. Misal üçün, büdcəni hesablayın. Burada düstur, baxın, hələ bu yazı burada qaldı. Düsturdan istifadə edərək misal həll etmə, hesablamaq hansı mərhələyə aid idi? Anlamaq mərhələsinə aid idi. İndi qaydırıq bu suala. Bu 58-ci sualda düstur var sizcə? Bir dənə sualı diqqətlə baxaq təzə. Bu sualın içində düstur varmı? Yoxdur düstur. Yəni, özümüz getməliyik kompüterlərin qiymətini, printerlərin qiymətini öyrənməliyik, alqı, satqı, plan və s. hazırlamalıyıq. Burada düstur yoxdur da, özümüz həll edib hesablayacağıq. Ona görə bir növ öyrəndiklərimi həyata keçirdirəm. Düstursuz falan heç nə yoxdur. Yəni, nə edirik biz? Bəli, tətbiq edirik. Yəni, düzgün cavabımız oldu. Tətbiq etmək mərhələsi. Daha sonra baxırıq 59-cu suala. Yəni, digər sualla bu sualın fərqini tam şəkildə gördük. Yəni, bu nümunə üzərində. Baxırıq 59-cu suala. Bir şagird dərs zamanı gözlənilmədən ağlayır. Siz ona yaxınlaşanda bildirir ki, evdə ailəvi problem yaşayıram və ona görə də fikri, yəni diqqəti dərsdən yayınıb. Bir müəllim olaraq siz necə davranmalısınız deyir belə bir vəziyyətdə. İndi görək hansı addım ataq daha yaxşı olar. Müəllim deyir ki, hamının problemi olur. Sən də dərsə fokuslanmağa çalış. Bura məktəbdir. Emosiyaları evdə saxla. Bura, yəni emosiyaları tökməyə yer deyil, get, problemi evdə həll elə. Təbii ki, mən belə deyəndə şagirdin, necə deyim, mənə qarşı bir müəllim şagird arasında münasibət mənfi olacaq. Şagird bir daha nəsə problemi olanda, başına bir hadisə gəlib məndən bölüşməyəcək. Çünki deyir ki, müəllim olsa soyuqqanlı davranır, nəsə deyəndə deyir, get, problemi evdə saxla. Ona görə şagird növbəti dəfə belə bir hal olsa deməyəcək. Bu həll yolu deyil. İndi biz nə axtarırıq? Bir müəllim olaraq biz necə davransaq vəziyyət yaxşı olar? Digər varianta B-yə baxaq. Müəllim deyir ki, əgər bu qədər təsirlənirsənsə, daha o yaxşı olar ki, evdə qal. Yəni depressiya düşəndə xahiş edirəm, məktəbə gəlməyin, problemlərinizi evinizdə həll eləyin. Bu yəni problemin çıxış yolu deyil, axı şagirdə deyim. Digər varianta baxaq. C-də yazıb ki, müəllim şagirdlərə emosiyanı ifadə etməsinə imkan vermək və ehtiyacları varsa məktəb psixoloquna yönləndirmək daha məqsədə uyğundur. Uşağın belə bir problemi varsa, yəni şərait yaradanda öz necə deyim, dərdini bölüşsün. Əgər yəni ehtiyac varsa belə, müəllim də biri belə baxanda pedaqoq, psixoloq da müəllim bacardığı qədər psixoloji yardım göstərir. Əgər ehtiyac varsa məktəb psixoloqunu da yanına göndəririk. O da yəni onunla söhbət aparır, fərdi. Yəni problem nəsə onu həll etməyə çalışırıq. Ən müsbət fikir elə C variantıdır. Gəlin digər variantlara da baxaq. Müəllim deyir ki, başqa şagirdlərə nümunə olması üçün ona dərsi davam etməyi tapşırın. Onsuz uşağın fikri bu dəqiqə dərsdə deyil, diqqəti dərsdən yayınır. Hara dərsi davam edirəm? Heç mən bilmirəm müəllim bayaqdan nədən danışır. Necə davam edəcəm?
Müəllim deyir ki, onu dərsdən çıxardın və evə göndərmək üçün valideynləri çağırın. Uşağı niyə dərsdən çıxardırım? Uşaq nə edib ki, dərsdə cinayət eləməyib, bir şey eləməyib. Uşağı niyə dərsdən çıxardırım və valideyni niyə çağırmalıyam? Ona görə düzgün cavabımız olduğu C variantı. İndi baxırıq sonuncu 60-cı suala. Deyir, sinifdə iki şagird arasında sosial mediada baş vermiş mübahisə. İki uşaq var, məsəl üçün, sosial şəbəkədə, Instagramda, TikTokda mübahisə ediblər. Və bu mübahisə o qədər geniş hal alıb ki, gəlib bu məktəbdə də davam edirlər. Məktəbdə də hətta deyib davam edir. Və bu şagirdlərdə mənfi təsir göstərməyə başlayır. Digər şagirdlərdə pis təsir göstərir. Valideynlər bu vəziyyətdən narahatdır və məsələni məktəb rəhbərliyinə çatdırıblar. Yəni valideynlərin də xəbəri var, gəlib rəhbərliyə bildirir ki, kömək eləyin bizə. Müəllim olaraq bu problemin həllinə necə yanaşmaq daha məqsədə uyğundur. Yəni məqsədə uyğun olanı tapmalıyıq. Baxaq A variantına. Deyir, mübahisə edən şagirdləri cəzalandırmaq üçün onların valideynlərinin rəsmi xəbərdarlığı, valideynlər onsuz da bilir də uşaqların, yəni belə bir hal olduğunu, övladlarına narahat olduğunu valideynlər gəlib olsa rəhbərliyə deyib. Bir də mübahisə edən uşaqlara cəza verdim. Cəza verdim, problem öz həllini tapdı mı? Təbii ki, həll olmayacaq problem. Bizə lazımdır ki, problemi həll edək. Bu iki uşaq bir-birini sosial şəbəkədə mübahisə edirlər, gəlib məktəbdə də davam edir, digər uşaqlarda artıq narahatçılıq doğurur. B-yə baxaq. Sosial media fəaliyyətində məktəbin nəzarət edə bilmədiyini əsas gətirərək, məsələn, məktəb olaraq deyirəm ki, mən şagirddən sosial şəbəkə nəzarət eləyə bilmirəm. Ona görə bu məsələ bizlik deyil, müdaxilə eləmirəm, özünüz bilərsiniz, yəni nə edirsiniz. Təbii ki, bu başqa mənfi hallara da yol aça bilər. Elə bir şey yoxdur axı. Bu bizlik deyil, sosial şəbəkədə özünüz gedin, həll edin deyə bilmərəm. Bu məktəbə də mənfi təsir eləyir, digər şagirdlərə də mənfi təsir göstərəcək. Daha sonra C-yə baxırıq. Hər iki şagirdlə fərdi söhbət aparıram. Bəli, elə bu müsbət fikir budur. Hər iki şagirdlə fərdi söhbət aparırıq, sonra birgə görüş keçirilir, onların baxışlarını dinləyirik, görək də yəni niyə belə bir şey eləyirlər. Qarşılıqlı anlayış, empatiya qurmaq üçün onlara dəstək veririk də, yəni niyə belə bir hal baş verib və hər ikisini dinləyirik. O mənim üstümə şər atıb, onun üstünə şər atıb deməklə olmadı. Gərək hər iki tərəfi dinləməliyəm. Empatiya, özümüzü qarşı tərəfin yerinə qoymağı bacarmalıyıq və s. Düzgün cavab C-dir. Digər variantlara da baxaq. Mübahisənin daha da böyüməməsi üçün digər şagirdlər bu barədə danışmamağı və məsələni gizli saxlamağı tapşırmalıyıq. Yəni bu boyda qlobal bir hadisə baş verib. Biz də onu deyirik, yəni üstünü ört-basdır edirik. Elə eləyin ki, heç kimin xəbəri olmasın, gizli saxlayın. Bu həll yolu deyil problemin. Sosial media yazışmalarını sübut olaraq toplayaraq şagirdlərin ailələrini günahlandırmalıyıq və məsuliyyəti onların üzərinə qoyuruq. Yəni valideyni niyə günahlandırıram? Yazıq valideyn səhər gedib axşam işdən qayıdır. Yəni valideyn neyləsin, uşaqlar bir-birini mübahisə edirlərsə. Ona görə düzgün cavabımız oldu C variantı. Ümid edirəm ki, bu sınavın izahı hər birinin üçün faydalı oldu. Çalışaq ki, digər fənlərin sınaq izahlarına baxaq ki, orada da taksonomiya ilə bağlı olan xüsusiyyətlərdə, bir də daha doğrusu inteqrasiya olan sualların fərqli sualları orada izah eləmişəm. Ümid edirəm ki, hər birinin üçün faydalı oldu.